İddia bilirsin nədən ibarətdir? İddia ondan ibarətdir ki, İslam gəldiyi tarixdən bu tərəfə, daha bunlar gələnə qədər də, bunlar gələnə qədər, aydındır? İslam aləmi, ümmət hamısı Quranı düz başa düşmübdür, düzdür? Əslində Quran tamam başqa şeydən danışılır. Quran tamam başqa Müəllim, onlar bilirsiniz nə deyir? Onlar deyir ki, yəni başqa izahlar, başqa tərcümələr olub, lakin onu necə deyim, qarşısını alıblar günümüzə yox, nə çıxartmayıb. dəlil gətirsin. Məsələn, müzə gətirsin 11-ci əsrdən bir dənə təfsir gətirsin. 12-ci əsrdən gətirsin, 13-cü əsrdən gətirsin, 14-cü əsrdən gətirsin, 15-ci əsrdən gətirsin, 16, 17, 18, 19, 20-ni qoysun qırağa gətirsin onları. Gətirsin də gətirsin. Bax o ayənin təfsirini bir dənəsini gətirsin. İddia edirəm ona. Gedin ondan tələb edin gətirsin. Qardaş iddiadır bax. İddia bilirsin nədir qardaş? İddia bilirsin nədir? İddia əslində odur ki, insanlara din adına uydurulan bir İslam var. Əslində Quran tamam başqa bir şeydir. Və Quran necə bir Qurandır? Aydındır? Elə bir Qurandır ki, bax əzizim, bax sən özün bax Cəlal, məntiqlə fikirləş. Bugün bir ateistlə tutaq biz yəni məsələ nədir? Məsələ iddia nədən ibarət? İddia ondan ibarətdir ki, ateistlər burada oxuyanda orada döş yazdı. Xahiş edirəm, xanımlar varsa mənə bağışlasın. Yəni ona görə bu tərbiyəsiz kitabdır. Ona görə biz ona bir dənə əslində orada başqa şeydən danışırıq. Tamam, çıxartdıq bunu. Ona elədik ki, nə armud. Aydındır? Sonra keçdik şeyə. Oğrunun əlini kəsmək. Ay orada oğrunun əlini kəsmək deyil. Orada oğrunun belə deyək də imkanlarını kəsməkdir. Ha bu yetimin imkanı olsaydı oğurluq edərdi. Yəni oğrunun imkanlarını kəssə oğurluq eləməsin. Söhbətə bax. Tamam. Üzr istəyirəm müəllim. Ona şey gətirirlər ki, həmin oğrunun əl kəsilmə söhbəti var. O deyir ki, cəza ərəbcədən qarşılıq deməkdir. Onu necə deyim? Fərqi yoxdur da, fərqi yoxdur. Əzim, fərqi yoxdur. Tamam, bunu da çıxartdıq. Əzim, bunu da çıxartdıq. Nə demə? Nə dillərsə çıxardıram da, cədəl xatirə deyil, bunu da verdik sənə. Tamam? Gəldik sonra üçüncü. Zina eləmək problem deyil, yəni bu daşqalaq uydurmadır. Tamam, bunu da çıxartdıq. Qisas, insanı öldürmək, burada da tam başqa şeydən danışılır. Bunu da çıxartdıq, aydındır. Cihad eləmək, yox, burada da tamam başqa şeydən danışılır. Yox, müsəlmanlar ancaq yəni əllərimizdə şarla belə getməyə kafirin qabağına, aydındır. Bunu da çıxartdıq. Namaz, yox, namaz da olmaz. Namaz tamam başqa şeydir. Həcc, orada daş satırlar, onu da çıxartdıq. Sonra oruc, oruc başqa şeydir. Elm almaq lazımdır. Tamam, orucu da çıxartdıq. Ondan sonra zəkat, zəkat sədəqədir. Kimin nəyi var versin, başqa qarışmasın. Bunu da çıxartdıq. Riba, yox, riba artıq yeyib, yəni artıq yeyib, yəni şeylərdəndir. Artıq qat-qat artıraq yeməkdən söhbət. Zaten riba verənlər hamısı, misal üçün də çox dərəcədə bax Amerikan 5%-dən danışır da qardaş, yəni. Yəni kim artıq görmüsən 50% riba verən yox. Tamam, çıxartdıq, ribanı da çıxartdıq. Sonra nə qaldı? Hicab. Hicab o deyil. Hicab əslində başın açıq olar, hər yerin açıq olar. Döşün üstünə bir dənə şey atacaqsan. Onu da çıxartdıq, tamam? Qardaş. Ondan sonra nə qaldı? Quranda mələk söhbəti var, o başqa şeydir. Onu da çıxartdıq. Cin söhbəti, o da başqa şeydir, onu da çıxartdıq. Cənnət, cəhənnəm bilirsiniz də Adəmin cənnəti yer üzərində olub. Okay? Oradakı cənnətdə çıxartdıq. Sonra möcüzələr. Yox, nə möcüzə? Möcüzə yoxdur. Musa əleyhissalam o ağacı vurub başqa şey. İsa əleyhissalam diriltmədi başqa. Qardaş, Quranda nə qaldı əzizim? Nə qaldı əzizim? Nə qaldı? Hansı İslam dini qaldı?